Ölüm də olsa, itim də olsa, səni gözləyəcəm. Səni bu səfər vurmayanın qeyrətini almış itin olsun. Sən həqiqətən bu səfər vurma. Sırf o polisə verməyəcəm. Kanal 21-ə müraciət edən Binəqədi rayon sakini Çiçək Yusifova Abbas adlı şəxs tərəfindən təhdid olunduğunu və məcburi münasibət qurmağa məcbur edildiyini iddia edir. O həmçinin əldə etdiyi gəlirin mənimsənilməsi üçün təzyiqə məruz qaldığını bildirir. Qadın məsələ ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də vəziyyət artıq dözülməz həddə çatıb. Hadisə ilə bağlı 102 qaynar xəttinə zəng edildiyi və zəngin Yusifova Çiçəyin bacısı tərəfindən edildiyi, anasının isə təhdidlərə reaksiya olaraq hüquq mühafizə orqanlarından təcili tədbir tələb etdiyi qeyd olunur. İddialara əsasən məsələ hazırda Binəqədi rayonu 43-cü polis bölməsi tərəfindən araşdırılır. Abbas adlı şəxs bölməyə dəvət olunub, lakin polisə getməkdən yayınmağa çalışıb. Çiçək Yusifova müraciətində həyatına real təhlükə olduğunu vurğulayaraq, aidiyyəti qurumlardan prosesin sürətləndirilməsini və təhlükəsizliyinin təmin edilməsini xahiş edir. Biz hər açın uzaqlaşacağım, amma bu səsimi sən yadınızdan yazıb problem. Yazıb eləmirəm səsini, rahat danış. Yox, sən yadın sevgilisindən ciddi deyirəm. Bu səsimi həqiqətən yazıb problem. Yəni mən səni, bax, ölüm də olsa, itim də olsa, səni gözləyəcəm. Səni bu səfər vurmayanın qeyrətini almış itin olsun. Sən həqiqətən bu səfər vurma. Sırf o polisə verməyəcəm. Yəni Allah and olsun, sən bacı var, dedin ki, bana mən bilirsin. Sırf o şey Mən deməmişəm. Heç mənim də yanımda verməyib. Anamın qanı yolda getdiyi, fərqi yoxdur. Yad yanımda olduğu yerdə. Onu qoydum qırağa. Sonda Kanal 21 olaraq onu da qeyd edək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.